Salam futbol sevərlər. Bugün sizlərə Azərbaycan futbolunun qüruru Qarabağ ilə Avropanın nəhənglərindən Benfica arasında keçiriləcək möhtəşəm qarşılaşmanın analizini danışacağam. Güclü taktika, fərqli oyun üslubları və böyük həyəcan. Gəlin birlikdə baxaq, bu oyunda kim üstün ola bilər? Video başlamamışdan əvvəl sizcə Qarabağ bu dueldən qalib çıxa biləcəkmi, yoxsa Benfica favoritdir? Fikirlərinizi yorumlara yazın. Hadi, başlayaq. İlk öncə Qarabağdan başlayaq. Qurban Qurbanovun komandası illərdir intizamlı müdafiəsi və sürətli hücumları ilə tanınır. Adətən 4-1-4-1 və ya 4-2-3-1 düzülüşü ilə meydana çıxırlar. Topu rəqibə verib boşluqdan istifadə etməyi çox yaxşı bacarırlar. Özəlliklə kənar oyuncuların sürəti və tez-tez dəyişən hücum kombinasiyaları Qarabağın ən böyük silahıdır. Standart vəziyyətlərdə də təhlükəli ola bilirlər. Amma unutmamalıyıq ki, qarşılarında Avropanın köklü klublarından biri var. Benfica həm Portuqaliyanın ən güclü komandalarından, həm də Çempionlar Liqasında daim təcrübəsi ilə seçilən nəhəngdir. Onların əsas üstünlüyü hücum presingidir. Yəni top itirdikləri anda dərhal təzyiq edərək rəqibin səhv etməsinə səbəb olurlar. Oyun üslubları daha çox hücum yönümlüdür, sürətli paslaşma və cinahdan gələn krosslarla Qarabağ müdafiəsini sıxışdırmağa çalışacaqlar. Belə bir oyunda Qarabağ üçün əsas açar nöqtə nə olacaq? Birincisi, müdafiədə konsentrasiya. Benfica'nın hücum xətti çox təhlükəlidir, ona görə hər boşluq şans verə bilər. İkincisi, sürətli əks hücumlar. Qarabağ məhz bu taktika ilə böyük komandaları çətin vəziyyətə salıb. Üçüncüsü isə azarkeş dəstəyi. Bilirsiniz ki, Qarabağ meydanda tək oynayan komanda deyil, arxasında bütün bir xalqın sevgisi var. Əlbəttə, kağız üzərində Benfica favorit görünür. Amma futbolda hər şey ola bilər. Qarabağın ən böyük gücü məhz inanmaq və sona qədər mübarizə aparmaqdır. Onlar Benfica'dan xal almağı bacarsalar, bu Azərbaycan futbol tarixinə yeni bir qızıl səhifə olacaq. Bəs siz necə düşünürsünüz? Bu oyunda üstün çıxacaq tərəf Qarabağ olacaq, yoxsa Benfica təcrübəsi ilə fərq yaradacaq? Yorumlara yazın. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti analizdə görüşənədək.